baxıram, uşaq dayanıb, Yazıqlı altından da Şuşada yaşayan uşaq. Düz məscidin qabağında o qədər belə yaşıllıqda, gözəllikdə, qəşəngdir. Bir də 1912-ci ilin şəklini qoymuşdular. Bunu verməkdən belə düz məscidə sarı. Bazar başında məscidə sarı. Orada yaşıllıqdır. Bildiniz ya o Ansıman'dı. Mirza okudu. Kimler geldi, kimler gitti bu dünyada. Evet. Her şey. Mirza. Diye. 32 yaşında gitti yazın. Öyle. Çıkarda bilmiyorum, yoldan çıkar. Kuşka çıkardım. Her şey var. Töküm ne sağda? Evet. Biz Xan kəndindən gəlmişik, lüt gəlmişik. Yaxşı malımız, dövlətimiz hamısını qoyub gəlmişik. Bizdə erməni gəldi, qonşular. Gəldi ki, ana, sənin heyvanın südünlə uşaqlarım yekəlib. Bax, sizi öldürsələr, mən günahkar deyiləm. Sizə kömək eləməyəcəm də. Çıxın gedin, pis vəziyyətdir. Salam aleyküm. Maşın gəlir, süt qaynaq satan dedim, bəlkə sənə nəsə lazımdır. Dedim, Qədənə. Yaxşı, dərs gəldi. Neçəyə verirsən? 15 manat aynı. Qatıqdır o. Süzmə qatıqdır. İki kilo. Halal koşumdu. Kilo yarım pulunu ver. Kilo yarım verəcəm elə. Yarım kilo da senin halalın. Sağ ol. Hizmet senin. Mənim qismətim yaxşı olmalıydı, amma olmayıb. İşləyəndə mən zavodda. Orada da yaxşı ad aldım, san çıxartdım. Qəzetə yazdılar ermənilər. Müdür yaxşı idi. Bax, istəməz ki, bir adam
Mənə bir kəlmə, bir söz deyə, buradan otur, durdur, oradan otur. O qədər elə mehribançılığı var idi. Biz nə bilirdik, axırda bizimlə qalacaq. Bakıya gəldiyiniz gün yadınızdadır yəqin ki, necə gəlmisiniz? Pis vəziyyətdə gəlmişik. Biz meşələrlə gələndə qar, boran. 1993-cü ildir. Rahatçılığımız yoxdur, qoxunu yox. Ondan sonra o elə ayaq yeri yox. Ondan keçdiyin yerdə hamam yox. Tabi nə eləməliyik? Şimdi gülür ya. Tək tənha qadınam mən. 19 ildir. 11 illərdə olmuşam. Bir oğlum var, bir qızım. Qız oğlum atası. Atası rəhmətə gedir. İndi oğlumun 28 yaşı var. Vallahi. Həftədə 2 dənə toya gedirdim. 50 manatmı, 30 manatmı olurdu məndə həmişə olurdu. Sonra bir ildir də məşğul oldum. Qalıb aldım burada. Kitabamdan uzadım hər şey. Mənim sirdaşımsınız. Gecələr, ay gecələr, gecələr, ay gecələr. Ürəyimdə sərim, neçə həsrət. Böyle super eləmişəm ha. Valla. Ben bilmiyorum onu süper olmalı. Buranı da tezi götürmüşəm, 4 aydır. İndi gecəyə kimi oturursan burada, heç nə yox. Həberim yox idi, yox çox idi, 21 də eləmişdim. Paltar yuyandan yuyana çətinlik çəkir. Paltarı harda yuyursunuz? Burada yuyuram. Həyətdə? Hə. Soyuqda da? Hə, amma ki qışda deyə orada başına çıxardım. Amma ki suyum yoxdur. Suy olsa hamamı da tikdirərəm. Siz hamam tuvaletini sardın. Ayaq yerimiz oradadır, hamamımız yoxdur. Hamama pulla gedirik. Çölə geçsənəsə, yaxında var hamam? Ay, burada qonşudadır. Burada qonşudadır, o tertədir, o birisi korpusda. Birinci kursiyədə də. Ümumi hamamdır ora? Hə. Ora ödənişlə gedirsiniz. Hadi, bu pulla gedirik.
Vallahi elə bütün gün elə yuxuda evimizi, eşiyimizi görürəm. Bu müharibə də qutarandan elə öz evimiz elə xəyalımdadır. O Elviyekin evin yolu, hardan gedirdi, nə tər gəlirdim, hamısı Elviyekin kimi gəlib gözüm qabağından keçir. Bir dəqiqə desəm ki, desələr ki, Füzuli yaparram səni, gözümü gedərəm mən kəndimizə. Ancaq anamın qəbri üçün darıxıram. Gözüm ben kaldım. Yok elime kapat. Yaxşıdır. Ne var ben balımı çasım. Yani şimdi zayıf okumuşsan gel onu kesin. Kim ne dedim? Ben test nazirinin ne varsa ben sloş müzemciyim. Allah hoş bakın. Kırdın. Yok orada çekme. İnce ince yaz. Özün balaca ince kısma.